Değerli müəllimlər, əziz gənclər, hər birinizi bugün Quba rayonunun Ucqar dağ kəndlərindən biri olan Əsparaslı kəndində salamlayırıq. Bugün burada bizim Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə rəhbər olduğum Yurt Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin icra elədiyi şəhidlərin qəhrəmanlıqlarının təbliği adlı layihə çərçivəsində təşkil olunan Nə, Harda, Nə Zaman oyun üzrə turnirdə salamlayırıq. Bildiyiniz kimi bu layihəmiz bu il elan olunmuş Konstitusiya və Suverenliyi ilinə və eyni zamanda 2020-ci ildə qələbəmizlə başa çatan Vətən müharibəsinin 5 illiyinə həsr olunub. Layihə çərçivəsində Qubanın 6 müxtəlif kənd zonasında bu tipli yarışlar keçiriləcək və hər bir zonada ilk 2 yeri tutan komandalar Quba şəhərində keçiriləcək finalda o zonanı təmsil etmək hüququ qazanacaqlar. Burada isə gördüyünüz kimi layihə çərçivəsində ilk 3 yeri tutan komandalara kuboklar, medallar, diplomlar və ədəbiyyat nümunəli kitablar hədiyyə olunacaq. Əsas bu layihələrin məqsədi şagirdlərin və gənc müəllimlərin birgə komanda şəklində işləməsinə dəstək vermək, onların asudə vaxtının səmərəli təşkili və təbii ki, Qarabağımızın, Qarabağ tarixinin, coğrafiyasının, ədəbiyyatının, musiqisinin, incəsənətinin, Vətən müharibəsinin, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarını intellektual oyunlar vasitəsilə gənc nəsil arasında təbliğ edir. Yedi, 6, 5, 4, 3. Uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın əsr müqaviləsindən sonra həm də suverenlik günü olaraq keçirilir. Düzgün cavabı suverenlik və belə başa düşdüyüm kimi Yalnız bir komanda suala doğru cavab verir. Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə Beşinci sual həsr olunur. Qədim Romada orduda xidmət müddətini mənşəli sözlə yazın. Vaxt. Saniye. 1996-cı ildə hərbi
məktəbi bitirən Rauf Orucov ilk təyinatını oraya almışdı. Oranın ən hündür nöqtəsi 3724 metrə bərabərdir. Oranı qalın sahilli bir sözlə yazın. Bax. Bir sözlə. Dağ. Bir söz, bir dənə söz var. Dağ. Bu bir söz deyil, olmaq mı? Dağ. Şimal çay və Cənub çay ərazisində yerləşir. Eşitdiyiniz cümlədə bir söz başqa sözlə əvəz edilir. Əvəz olunan sözü yazın. Bax. Cameron və Tyler Winklevoss qardaşları əqli mülkiyyət hüququnu pozduğuna görə onu məhkəməyə vermiş və 65 milyon dollar təzminat almışdılar. Kimin? Bax. Dokuz, 8, 7 təqdim edilən mükafatdır. Siz isə 44 günlük vətən müharibəsi dövründə Qızıl Xaç Cəmiyyəti tərəfindən bu mükafata hansı həmyerlimizin layiq görüldüyünü yazın. Ad və soyad. Bax. Söhbət AS-də Baxışovadan gedir. Zirvə İstiqlal Qəbətən. Musiqisi mütəmadi olaraq orada səslənir. Oranı dəqiqliklə cavab kartınıza yazın. Bax. Dəqiqliklə tələb olsun, dəqiq cavablar qəbul olsun. Beləliklə turnirimizin qalibi olur 9 xalla İstiqlal. İlk 3 yeri tutan kaybettiler. İyun ayında
iştirakçıları bugün Quba rayonunun Dağətəyi kəndi olan Əsparaslı kəndində keçirilən şəhidlərin qəhrəmanlıqlarının təbliği layihəsi çərçivəsində nə harda, nə zaman oyununu artıq yekunlaşdırdıq. Qalib və mükafatçılar məlumdur. Final mərhələsində iştirak edəcək komandalar məlumdur. Mən bu layihənin ərsəyə gəlməsində bizə dəstək olduğuna görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda bu yarışın burada baş tutmasında bizə yaxından kömək etdiyinə görə Quba rayonu Nurəddin Rzayev adına Əsparaslı kənd tam orta ümumi təhsil məktəbinin rəhbərliyinə, direktor Maşallah müəllimə və eyni zamanda burada iştirak edən hər bir komandanın üzvlərinə, müəllimlərə, onların rəhbərlərinə, Cəlal müəllimə, Vüqar müəllimə dərin təşəkkürümüzü bildiririk və finalda da hər kəsə uğurlar arzulayırıq və beləliklə turnirimizin 3-cü mükafatını qazanan Uğur komandasının üzvlərini təltif etmək üçün dəvət edirik. Baxaraq. Turnirimizdə ikinci yeri tutduğuna görə Əsparaslı kəndinin zirvə komandasının üzvlərini təltif olunmaya dəvət edirik. Uğurlar finalda baxaraq. Əsparaslı kəndində keçirilən turnirimizin qalibi olan Kəlanov kəndini təmsil edən İstiqlal komandası. Təbrik edirəm. Təbrik edirəm, uğurlar.